Salam, vaxtınız xeyir olsun əziz və dəyərli CBC Sport izləyiciləri. Legioner verilişinin bu dəfəki qonağı Sabahın futbolçusu Paul Şafrankodur. Xoş gördük sizi verilişimizdə. Dəvət üçün təşəkkür edirəm. Burada olmaq xoşdur. Məncə bizim danışacağımız mövzular çoxdur. Həm Sabah barədə, eləcə də sizin karyeranız barədə. Elə birinci sualımı oradan başlamaq istədim ki, necə oldu ki, siz artıq Sabahın futbolçusu oldunuz? Mənim Rumuniyada müqaviləm başa çatdı və təkliflərə açıq idim. Bir neçə klub mənimlə maraqlandı və onlardan biri Sabah idi. Klubun idman direktoru Ramin və həmin vaxt baş məşqçisi olan Kronoslav Rendulic Sabaha gəlməyimin əsas səbəbkarları oldular. Onlar mənə inandırdılar ki, Sabah yaxşı klubdur. Komanda və layihə haqqında məlumat verdilər. Bu fantastik komandaya qoşulmağıma onlar kömək etdilər. Sabaha qoşulmamışdan əvvəl, Azərbaycana gəlməmişdən əvvəl bizim ölkə barədə hansısa məlumatınız var idimi? Və yaxud da ki, bura gəlməmişdən əvvəl hansı detallarla maraqlanırdınız? Vaxtilə Qəbələdə oynamış İsnik alimi mənim dostumdur. Bütün sualları ona verdim. O mənə Azərbaycan və liqa haqqında pozitiv şeylər danışdı. Mən də Sabaha gəlmək qərarını verdim. Ümumiyyətlə, təzə gəldiyinizdə Azərbaycana və yaxud da ki, elə komandanızda öyrəşə bilmədiyiniz məqamlar oldumu və ilk aylarınız adaptasiya prosesiniz necə keçdi? Adaptasiya üçün mənə çox vaxt lazım olmadı. Mən bura çox tez öyrəşdim. Rumıniya klubunda da mən formada olduğum üçün formaya düşməyə ehtiyacım da olmadı. Klubda çalışanlar, futbolçular və məşqçilər məni çox isti qarşıladılar. Hələ də öyrəşə bilmədiyim bir çətinliyim var. Bu Bakının tıxaclarıdır. Amma qalan hər şey yaxşıdır. İndi artıq Azərbaycan çempionatında mövsümün belə deyə artıq bir hissəsi geridə qalıb və əsas hissə başlayır, 4-cü dövrə başlayır. Bu 3 dövrə baxımından həm sizin şəxsi performansınızı necə dəyərləndirirsiniz, eləcə də komandanın çıxışları barədə nə deyə bilərsiniz? Hamı bilir ki, turnir cədvəlindəki mövqeyimiz bizi məmnun etmir. Biz ən yaxşısını etməyə çalışırıq. Mən əminəm ki, sabahda hər futbolçu məşqlərdə 100% çalışır ki, oyunlara hazır olsun. Bu mövsüm heçələrimizin sayı çoxdur. Biz qələbə qazana bilmirik. Bir çoxları fikirləşir ki, biz tez-tez məğlub oluruq, amma komandada hamı çalışır ki, mübarizə aparıb qələbə qazansın. Futbolda öncədən nəsə təxmin etmək çətin olur. 2 mövsüm əvvəlki Sabah əla formada idi. Amma indi bizi çempionatda son 8 oyun və kubok maçları gözləyir. Əslində, mövsümün əvvəlindən bir çox futbol mütəxəssisləri ilə biz özümüz verilişlərdə danışanda əksəriyyət Sabahı bu mövsüm ən yaxşı hücum xətti olan komanda adlandırmışdıq və fikirləşirdik ki, mövsümdə bu hücum xətti daha çox qollar vuracaq. Əslində belədir, Bombardier cədvəlində sizin də adınız var, Mikkelsin də adı var, Sekidika da qolları vurur. Daha yaxşı oynamaq üçün və daha çox qol vurmaq üçün sizcə sizin komandanıza və şəxsən sizə nə təsir göstərir? Bu çətin sualdır. Bombardierlik yarışında neçə futbolçu var? 10-11 nəfər. 10-11. Bizim komandanın hücumçuları çox da geri qalmırlar digər rəqiblərindən. Mən fərdi danışa bilmərəm, amma ümumilikdə komandada hamı qol vurmalıdır. Bütün komanda şəklində hücum edirik. Yalnız biz üçümüz yox. Biz əlimizdən gələni edirik. Amma hər dəfə də istədiyimiz kimi alınmır. Mən razıyam ki, daha çox qol vura bilərəm. Amma bunu komanda şəklində etməliyik. Yalnız Şafranko, Jesse və Mikkels qol vurmalıdır deyə belə şey yoxdur. Əminəm ki, siz turnir cədvəlinə baxanda Sabahın lazım olduğu pillədə olmadığını görürsünüz. Amma sizi inandırım ki, problem hücumçularda və qollarda deyil. Antoli'den yerini ötürmeye Şafranko çevrildi. Pavel Şafranko! 1-1! Şamaxı Sabah görüşündə yenidən hesab bərabərləşir. Sabah futbolçuları çox adi vəziyyətdə rahat hücum quraraq bax bu şəkildə rəqibini cəzalandırmağı bacarırlar. Pavel Şafranko hesabı bərabərləşdirən futbolçudur. Bəs əgər baş məşqçi amilindən buna yanaşsaq, çünki sözünüzdə qeyd etdiniz ki, Kronoslav Rendulic ilə Sabahın baş məşqçisi olanda komandaya qoşuldunuz. Vasili Berezutskinin gəlişi sizə və komandanıza sizcə nə qədər yaxşı mənada təsir göstərdi və ümumiyyətlə hansı yenilikləri siz hiss elədiniz bu baş məşqçidə? Vasili Berezutski futbolçu kimi əla karyera malik biridir. O kluba gələndə komanda dərhal onun necə böyük bir futbolçu olduğunu anladı. Onun həm öz ölkəsində, eləcə də Avropada futbolçu kimi böyük təcrübəsi olduğunu deməyə ehtiyac yoxdur. O bizə fərqliliklər qatdı. Biz hələ də onun bəzi yeniliklərini öyrəşməyə çalışırıq. Biz çalışırıq ki, meydanda bir-birimizi daha yaxşı başa düşək. O yeni məşqçidir, gəncdir və bizə hələ çox şey öyrədə bilər. Biz də öyrənməliyik. Daha bir sual var əslində. Bu da sizin Qarabağa qarşı oyunlarınızdır.
ümumiyyətlə Sabahın həm keçən mövsümlərdə də belə bir oyunları var idi, Qarabağa qarşı çox baxımlı oyunlar, eləcə də qələbə qazandığınız oyunlar və bu mövsümdə Vasili Beresovskinin gəlişindən sonra komanda Qarabağa məğlub olmayıb. Halbuki çempionatın aşağı pillələrində qərarlaşan komandalarla xal itkiləri olur. Sırf Qarabağa qarşı oyunlara fərqli motivasiya ilə çıxırsınız, yoxsa fərqli cür hazırlaşırsınız? Bunu nə ilə bağlamaq olar? Qarabağ böyük komandadır. Güclü komanda olduğunu Avropada da göstərib. Biz bu rəqibə qarşı oynayanda maksimum edirik. Qarabağlı oyunlardan başqa bizim problemimiz aşağı pillələrdə qərarlaşan komandalarla qələbə qazana bilməməyimizdir. Məsələn, Şamaxı ilə, Kəpəzlə xallar etiririk. Futbolçular Qarabağ qarşı oynayanda fikirləşir ki, biz çempiona qarşı oynayırıq və istər-istəməz fərqli çıxış edirlər. Meydandan kənardadır, azlıqda davam edir Qarabağ oyunu. Letiç ötürmə, qapıya zərbə və hesab 3-2 olur. 3-2 olur. Sabah hesab arasındakı fərqi minimuma indirir. Golun müəllifi Pavel Şafranko olur. Pavel Şafranko, Qarabağ 3, Sabah 2. Bir daha baxırıq və yenidən məhsullar ötürmə. Boyun Letiçə məxsusdur. Əla ötürmə, əla zərbə. Leandro Andradadan sıyrıldı. Və bax, belə bir qarşısı alınmaz zərbə ilə topu tora qovuşturur Şafranko. Növbəti sualım əslində sizin Azərbaycan çempionatımızla bağlı fikirlərlə bağlıdır. Çünki özünüz də qeyd etdiniz, həm Slovakiyada çıxış etmişsiniz, Rumuniyada və bir çox belə zəngin karyeranız var, bir çox klublarda oynamısınız. Azərbaycan çempionatının sizə görə fərqlilikləri nələrdir, çətinlikləri nələrdir və təbii ki, müsbət tərəfləri hansılardır? Mən liqaları müqayisə etməyi sevmirəm. Bəziləri buna görə əsəbləşə bilər, çünki hər liqanın yaxşı və pis tərəfləri var. Yaxşı tərəfləri odur ki, Azərbaycanda səviyyəli komandalar var. Qarabağ, Duran, Zirə, Sabah. Bu komandaların heyətləri də güclüdür. Onlar liqanı daha rəqabətli və maraqlı edir. Pis tərəfi odur ki, liqanın oyunlarına gələn azarkeşlərin sayı çox azdır. Mən həqiqətən də təəccüblənirəm ki, necə bir çox maraqlı oyunlar azarkeşsiz keçir. Bilmirəm niyə tribunalarda azarkeşlər komandalarını dəstəkləmirlər. Amma ümid edirəm ki, bu dəyişəcək. Sizə görə Azərbaycan çempionatının ən güclü futbolçusu kimdir? Mən heç vaxt fikirləşməmişəm ki, görəsən liqanın ən yaxşı futbolçusu kimdir. Heç bir fikrim yoxdur. Bir nəfərin çox yaxşı olduğunu deyə bilmərəm. Yəni ki, Qarabağın hansısa bir futbolçusunu seçmək olar. İndi deyə bilmərəm ki, bir nəfər öz istedadı ilə mənim diqqətimi çəkdi və mən onu liqanın ən yaxşısı sayıram. Elə bir ad çəkə bilmirəm. Bəs yaxşı, sizə görə ən narahat, ən çətin rəqib hansıdır? Araz Naxçıvan mənə görə ən çətin rəqibdir. Onlar çox yaxşı çıxış edirlər. Ümumiyyətlə, Azərbaycan çempionatında başqa klublarda oynayan futbolçularla yaxın münasibətiniz varmı? Dostluq etdiyiniz futbolçular varmı? Neftçidən Mark Tamaş və Yuri Matias'ı tanıyıram. Yurini Rumıniyadan tanıyıram. Çox deyirlər. Ümumiyyətlə, sizin Azərbaycandakı həyatınız bizə maraqlıdır. Boş günlərinizi necə keçirirsiniz? Ölkəmizə nə qədər yaxşı uyğunlaşmısınız və ölkəmizdə ən çox nəyə bəyənirsiniz? Mən Azərbaycan barədə yalnız xoş məqamları vurğulaya bilərəm. Buradakı həyatımı çox bəyənirəm. Bakı sakit və təhlükəsiz şəhərdir. Xüsusən də Ağ şəhərdə yaşadığım üçün oradakı məkanları çox bəyənirəm. Ailəmlə birlikdə ticarət mərkəzlərinə gedirik. Dənizkənarı bulvarda gəzintiyə çıxırıq. Hətta Azərbaycan yeməklərinin dadına da baxmışam. Azərbaycanı çox bəyənirəm. Ən sevdiyiniz yemək hansıdır bəs? Mən ət yeməklərinə üstünlük verirəm. Xüsusən də grill yeməklərinə. Yanılmıramsa, ailənizlə birlikdə burada yaşayırsınız, övladınız da var. Yəni, onlar Bakıya, Azərbaycana nə qədər çox yaxşı uyğunlaşıblar. Bizim qızımız burada bağçaya gedir. Onunla Bakıda çox gəzirik. Qızım ümumiyyətlə Cənubi Afrikada doğulduğu üçün beynəlxalq uşaqdır. Mənə Cənubi Afrikadan təklif gəlmişdi. Mən də orada çıxış etmək qərarını verdim. Həyat yoldaşım hamilə olduğu üçün qızımız Afrikada dünyaya gəldi. Bəs ümumiyyətlə futbola necə başladınız? Yəni, uşaqlığınız necə keçib? Mənim qardaşım peşəkar futbolçu olub. Mən balaca idim və o mənim qəhrəmanım idi. Atam da həmçinin həvəskar səviyyədə futbol oynayıb. Bizim ailəmiz idmanı sevir. Məşqlərə başlayanda 8 yaşım var idi və ildən ilə inkişaf edirdim. Mən kifayət qədər yaxşı idim və həmin zaman başqa klublardan təkliflər gəlirdi. 15 yaşında artıq klubu dəyişdiyim üçün tək başına başqa şəhərə köçdüm. Həmin zaman mən məktəbi belə dəyişməli oldum. Daha sonra 2-ci divizyondan 1-ci liqaya yüksəldim. Həmin illərdə Slovakiya yığmasına cəlb olundum. 21 yaşlarından ibarət yığmadan sonra əsas yığmaya dəvət aldım. Həmin illərdə çox xoşbəxt idim.
Həmçinin Slovakiya yığma komandasında da oynamısınız, həm gənclərdə, eləcə də əsas komandada. Ümumiyyətlə, Slovakiya futbolu barədə bizə nələr danışa bilərsiniz və yığma komandada oynamaq sizin üçün necə hissdir və yenidən yığma komandada oynamaq üçün sizcə nə etməlisiniz? İlk növbədə qeyd etməliyəm ki, mənim üçün Slovakiya millisində oynamaq böyük şərəf idi. Üzərində bayraq olan formanı daşımaq çox qürur verici idi. U21 millisinə çağırılanda yeganə futbolçu idim ki, ikinci liqada oynayırdım. U21 millisi ilə Avropa çempionatında oynamaq imkanımız oldu. Mən Polşa ilə oyunda qələbə qolunu vurdum. Çox gözəl anlar idi. Stadionda əla atmosfer var idi. Bütün ailə üzvlərim və yaxınlarım oyunu canlı izləyirdilər. Daha sonra əsas komandaya dəvət olundum. Hər şey yuxu kimi idi. Mən heç vaxt böyük istedada malik olmamışam, amma çox çalışqan olduğum üçün bu səviyyəyə çatdım. Əsas yığmada 10 oyuna çıxmışam. Həmin zaman millimizdə oynayan komanda yoldaşlarımı izləyirdim. Məşqlərdə, paltar dəyişmə otağında onlara baxanda yenə də inanmırdım ki, bu səviyyədə oynayıram. Ümumiyyətlə, karyeranızda hansı böyük, belə deyək, məşhur futbolçulara qarşı oynamaq şansınız olub və yaxud da kimlərləsə eyni komandada olmaq fürsətiniz olub? Millimiz UEFA üzrə gələndə Gareth Bale-ə qarşı oynamışam. Xorvatiya ilə maçda Luka Modric, Ivan Perisic kimi futbolçularla mübarizə aparmışam. Macarıstanla maçda Sobosla rəqib olub. Amma bu futbolçulardan ikisini xüsusilə qeyd edərdim. Modric və Bale. Gənc yaşda belə futbolçulara qarşı oynamaq təbii ki, xoşdur. Əla hisslər keçirirsən. Ümid edirəm ki, nə vaxtsa yenidən Slovakiya millisinə dəvət alacağam. Bəs ümumiyyətlə, karyeranızda hansı böyük komandaya qarşı oynamaq kimi arzunuz var və yaxud da ki, hansı böyük futbolçuya qarşı oynamaq istərdiniz? Hansısa bir komandanı xüsusilə qeyd edə bilmərəm. Amma arzum Santiago Bernabeu-da oynamaqdır. Çünki mən Real Madrid azarkeşiyəm. Həyatda hər şey ola bilər. Bu mənim arzumdur təbii ki. Həmin stadionda oyun izləmişəm, amma xəyalım orada meydana çıxmaqdır. Uşaqlığınızda kumiriniz kim olub bu arada? Düzünü desəm kumirim olmayıb. Amma Ronaldinho'nun oyununu izləməkdən zövq alırdım. Hər kəs onun hansı bacarıqlara malik olduğunu yaxşı bilir. Dribling və sair özəllikləri. Özüm Real azarkeşi olsam da Ronaldinho'ya görə Barcelona'nın oyunlarını izləyirdim. O inanılmaz futbolçu idi. Hamı onun oyunundan zövq alırdı və təbii ki, Cristiano Ronaldo'nu çox bəyənirəm. Yalnız futbolçu kimi deyil, həm də bir insan kimi məni ilhamlandırır. Onun çalışqanlığı məncə yalnız məni deyil, bir çoxlarına motivasiya verir. Bəs indi müasir futbolda bəyəndiyiniz futbolçular varmı? İndi də daha çox Çempionlar Liqasını və İngiltərə Premyer Liqasını izləyirəm. Real Madridin oyunlarına baxıram. Amma futbolçulardan hələ də Cristiano'nu deyəcəm. Onun öz işinə peşəkar yanaşması, onun çalışqanlığı və qazandığı uğurlara görə ona çox hörmət edirəm və hələ də ondan ilham alıram. Sizin uşaqlığınızdan danışdıq. Mənə maraqlıdır ki, sizin uşaqlıqda arzularınız nə olmuşdu? Yəni bir futbolçu kimi, gənc futbolçu kimi qarşınıza hansı arzularla, hansı məqsədlərlə başlamışdınız və qismən də olsa hansı arzunuza çata bilmişsinizmi bir peşəkar futbolçu kimi? Çox yaxşı sualdır. Mən çox gənc olanda mənim gözləntirəm böyük deyildi. Təbii ki, arzularım var idi. Bu yalnız Çempionlar Liqasında oynamaq və bu tipli arzular deyildi. İlk növbədə xəyalım Slovakiyanın əsas liqasında oynamaq idi. Buna nail oldum və fikirləşdim ki, indi əsas yığmada oynamaq istəyirəm və daha sonra millidən mənə təklif gəldi. Bəlkə də mən daha böyük şeyləri arzu etsəydim, daha fərqli karyeram olardı. Çünki düşünürdüm, legioner həyatı yaşamalıyam. Digər ölkələrdə olan futbolun səviyyəsi ilə tanış olmalıyam. Tanrı və həyat mənə şans yaratdı ki, başqa ölkələrdə çıxış edim. Və hər zaman fikirləşirdim ki, yaxşı ki, bu arzum da artıq reallaşdı. Amma daha böyük xəyallarım olsaydı, fərqli cür ola bilərdi. Belə konkret cavab versəm, ən böyük arzum Slovakiya yığmasında oynamaq idi. Və bu arzuma çatdım. İstədiyim hər şeyə nail olduğum üçün çox xoşbəxtəm. Daha bir arzum qalıb. İngiltərədə oynamaq istəyirəm. Bilmirəm, bəlkə mümkün oldu. Daha bir istəyim maliyyə cəhətdən yaxşı təkliflə bağlı idi. Həmin təklifi də Cənubi Afrika klubundan aldım. Çox yaxşı əməkdaşlıq idi. Dediyim kimi, arzularımın əksəriyyətini həyata keçirdim. Öz karyeramı yüksək qiymətləndirirəm. Bəs Azərbaycanda hədəfiniz nədir? Sabahla hədəfləriniz hansılardır? Sabahla hansısa titul qazanmaq istəyirəm. Bu Azərbaycan kuboku da ola bilər, çempionluq da ola bilər. Mən daha çox qollar vurmaq istəyirəm, vurmalıyam da. Komanda kimi güclü təsir bağışlayıb insanlara, azarkeşlərimizə xoş xatirələr yaşatmalıyıq. Biz futbolçular çox yaxşı hiss edirik futbolumuz kiməsə zövq verəndə. Biz titul qazanmaq üçün əlimizdən gələni edirik. Buna nail olmaq çox gözəl olardı. Yayda həmçinin, indi keçən mövsümə biz baxsaq, yayda Sabah Avrokuboklarda çıxış edirdi. Amma çox böyük bir geri dönüş etdiyiniz oyunda olmuşdu, Makkabi ilə oyunda. Hətta azarkeşlərin belə deyə tribunaların dolduğu bir maç idi.
Penalti seriyasında komanda qələbə qazandı. Həmin oyunu siz necə xatırlayırsınız? Və ümumiyyətlə Avrokuboklarda sizcə Sabah daha çox mərhələ keçmək üçün, yəni Sabah nə çatışmadı? Makkabi ilə qarşıdurmada çox az adam Sabahın mərhələ keçəcəyini düşünürdü. Makkabi Juventusu məğlub edən komandadır. Əksəriyyət məğlub olacağımızı fikirləşirdi. Amma Sabahda hər kəs inanırdı ki, komanda bunu bacaracaq. Məşqçilər bizə dedilər ki, siz gücünüzü göstərərək deyilənlərə cavab verməlisiniz. İlk oyunda biz 3-0 hesabı ilə qələbə qazandıq. İkinci oyun çox coşqulu keçdi. Michels tək başına irəliləyir ötürmə. Qapı qarşısı Kaim Paris ötürməsini edir. Zərbə! Və gol! Gol! Pavol Şafranko! Pavol Şafranko! 1-1. Sabah 1, Maccabi Haifa 1. Pavol Şafranko çox vacib gol vurur ikinci hissənin əvvəlində. İzləyin təkrarı. Şafranko mübarizə apardı. Topu orada pressinglə qazanmağımıza kömək etdi ardınca. Jolens Michels ondan ötürmə mərkəzə. Kaim Paris ara ötürməsi, offside yoxdur. Heç bir şey yoxdur. Şafranko yerindədir. Vurduğu da qoldur. 1-1. 6-3 hesabı qeydə alındı və penalti seriyasında biz qələbə qazandıq. Bəxt bizim tərəfdə idi və biz mərhələ adladıq. St. Patrick'slə oyunlarda isə biz yaxşı çıxış etmədik. Fiziki cəhətdən onlar çox yaxşı idilər, daha aqressiv idilər. İkinci maçda isə oyunun əvvəlində qırmızı vərəqə aldıq. Çox uğursuz bir maç alındı. Bu sualı nəyə görə verdim? Çünki sizin həmçinin Azərbaycan kubokunda da Turantovuzla penalti seriyasına qədər uzandığı bir qarşılaşma vardı. Siz də hücumçu olduğunuz üçün yəqin ki, sizin üçün də penalti zərbəsi endirmək, çünki onsuz da sabahda da penaltiləri əksəriyyətini siz yerinə yetirirsiniz. Daha rahatdır, daha soyuqqanlısınız. Mənə maraqlıdır ki, sırf xüsusən də penalti seriyasında bunun fərqini hiss edirsinizmi? Çox stresslidir. Penalti zərbələri məncə hamı üçün həyəcanlı keçir. Ola bilsin azərkeşlər sevirlər penalti seriyalarını. Amma futbolçular yox. Biz çox istəyərdik ki, oyunda qələbə qazanaq və bu həyəcanı yaşamayaq. Çünki həmin seriyada sən uduza da bilərsən. Hansı tərəf özünü daha gümrah hiss edir? Kimin qapıçısı daha yaxşı özünü hiss edir? Kimi amillər böyük rol oynayır. Çox vaxt isə bəxt məsələni həll edir. Qarşıda Azərbaycan kubokunda çox vacib bir qarşılaşmalar sizi gözləyir Neftçiyə qarşı və daha sonra Sabah Azərbaycan kubokunda ilk dəfə finala çıxa bilər və kuboku qazana bilər. Neftçi ilə oyunlardan sizin gözləntiləriniz nədir və daha bir penalti seriyası biz izləyə bilərikmi? Ümid edirəm ki, Neftçiyə qarşı penalti seriyası olmayacaq. Biz əsas vaxt ərzində qələbə qazanmaq istəyirik. Daha bir penalti seriyası olsa saçlarım ağaracaq. Əlimizdən gələni edəcək ki, yaxşı formada olaq. Qələbə qazanmaq istəyirik. İndi mövsümün ən vacib hissəsidir. Hər oyunda qalib gəlmək lazımdır. Bunun üçün güclü olmalıyıq. Klub üçün bu tarixi nəticə ola bilər və bu amil də futbolçulara əlavə motivasiya verir. Rahman Aliyev sol cinahlı oynayır. Xəyal Əliyev soldadır. Xəyal topu sağ ayağına çəkdi. Qapını görür. Xəyal qapı dirək. Təkrar zərbə və hesab yenidən Sabahın xeyrinə dəyişir. Pavol Şafranko təkrar zərbə ilə ikinci qolu vurur. Xəyal Əliyev möhtəşəm oynadı bu epizodda. Əla oynadı Xəyal. Onun zərbəsindən sonra qapı dirəyindən qayıdan top və Pavol Şafranko təkrar zərbə ilə topu rəqib qapısından keçirir. Və sonuncu sual, indi artıq mövsümün sonuna çox az qalıb, bir dövrə qalıb və daha sonra Azərbaycan kuboku qalıb. Siz özünüz daha çox nə qədər qol vura bilərsiniz və bombardili cədvəldə sizin və yaxud ki, komanda yoldaşlarınızın sizcə şansı nə qədərdir? Demək çətindir, çünki fərq azdır. Həqiqəti desək, Qarabağın daha çox qol vurduğunu qeyd etməliyik. Yəni, Qarabağın futbolçuları bombardili yarışında daha şanslıdırlar. Jesse Michels və mən çalışacağıq ki, mövsümün qalan hissəsində daha çox fərqlənək. Mən bir qədər onlardan uzaqdayam. Heç bir təxminim yoxdur, hər şey ola bilər. Əlbəttə, belə şansımız olanda komanda şəklində çalışırıq ki, bir-birimizə kömək edək. Michelsə ya da Jesse'yə kömək üçün hər şey edirik. Komanda üçün vacib olan qələbədir. Biz futbolçular kimin bombardir olacağından daha çox komandanın qələbəsi üçün nə etməli olduğumuzu müzakirə edirik. Bizim xallara ehtiyacımız var. Əsas məsələ oyunlarda qələbə qazanmaqdır. Fərdi mübarizə isə ikinci plandadır. İndi artıq müsahibəni yekunlaşdıra bilərik. Bizim sonda rubrikalarımız var. Həm komanda yoldaşlarınız barədə sizə suallar verəcəm və ümumiyyətlə sizin futbolda seçimləriniz maraqlıdır, necə olacaq?
Birinci rubrikamız bizim sizin komanda yoldaşlarınızla bağlıdır. Mən sizə komanda yoldaşınızın adını çəkəcəm. Siz isə onu bir sözlə ifadə etməlisiniz. Başlayırıq. Stas Pokatilov, Dibar, Lipinica, doktor, Igor Nurera, güc, Jesse Sekidika, sehirbaz, Raul Şafran, döyüşçü, Rahman Aliyev, əskər, Boyan Letic, yaxşı dost, Erasabal, sakit, Anatoliy Nuriyev, dəqiqlik, Sofyan Çakma, ispan, Namiq Ələsgərov yaxşı futbolçu, və sonuncu Jonas Mikkels. xoşbəxtlik, Vasili Berezutski, lider, növbəti rubrika 5 futbolçunun adını çəkəcəm. Sizin mövqedə oynayan, ümumiyyətlə dünya futbolundan və siz onları reytinqə görə sıralamalısınız. Başlayırıq. Luis Suarez, üçüncü, Cristiano Ronaldo, birinci, Ronaldo Nazario, ikinci, Zlatan İbrahimovic, dördüncü, Robert Lewandowski. beşinci, Sonuncu rubrikamız isə sizin sevimli 11'lik. Okay. So in the goal, Buffon, I don't know how to write his name, so like this. On the right back, sağda Kafu, two central defenders. mərkəzdə Maldini, The other one, Van Dijk, in the left back. solda Roberto Carlos, Two midfielders, Xavi, Xavi və Iniesta, number 10, Ronaldinho, left winger, sol cinahda Cristiano, right winger, sağda Messi, and right striker. Pele. Təşəkkür ederiz sizə müsaade üçün və növbəti onlarda sizə uğurlar. Sağ olun.